Bugün hər kəsi öz bağımızdan salamlayırıq. Salamlar. Salam Nəmin. Salam Filiz, necəsən? Sağ ol, yaxşı, sən necəsən? Çox sağ ol. Bugün hiperaktivlik və diqqət əksikliyi sindromu videosunun ikinci hissəsini çəkirik. Belə bir giriş eləmək istəyərdim ki, dünənki videoda sən qeyd elədin ki, uşaq hiperaktiv olmalıdır onsuz da, ya da bu cür, yoxsa? Mən elə dedim ki, mənim düşüncəmə görə uşaq Hı -hı. hiperaktiv olmalıdır 6 yaşına qədər. 6 yaşına qədər uşaq bütün qıcıqlarla tanış olmalıdır, bütün ağrı qıcıqlarla tanış olmalıdır. Onun sinirləri, toxumaları tanımalıdır, ağrını, qıcığı yıxılmalıdır. Uşaq yəni qalıcı xəsər yetirmədən hər şeyin dadına baxmalıdır. Bütün orqanlar hələ acdır, bilmir ki, əl yananda nə olur və yaxud da hündürdən düşəndə nə olur. Məncə bu orqanizmin inkişaf elətdirdiyi bir Həyata alışdırma mexanizmidir və hansı ki 6 yaşdan sonra keçib getməlidir bu. Amma mənim aləmimdə bu keçib getməyəndə artıq patoloji və xəstəlik olur. Mən belə düşünürəm ki, burada sözü gedən hiperaktivlik heç də uşaqların sahib olması gərəkən hiperaktivlik deyil. Çünki əlbəttə uşaqların aktiv olmağı məsləhətdir ya da yaxşıdır ki, dünyanı tanısınlar, kəşf eləsinlər. Ancaq bizim bu sözü gedən hiperaktivlik sindromunda bunlar, yəni əziyyət çəkən uşaqlar həddən artıq aktivdir və bu onların artıq bir prosesi öyrənməsinə kömək etməsindən çox öyrənməsini ləngidir. Çünki onlar müəyyən bir prosesdə sona qədər aktiv qala bilmirlər. Hər zaman hərəkət etmək, hər zaman içlərində bu böyüyən enerjidən dolayı, belə deyək ki, başladıqları işi sona çatdırmaqda, yaxud da bir şeyi öyrənməkdə, oxumağı, yazmağı öyrənməkdə çətinlik çəkirlər deyə artıq burada problem yaranır və bu çox incə çizgidir. Uşaq həqiqətən çox aktiv uşaqdırmı, yoxsa artıq bu xəstəlik yönündə inkişaf etmiş bir durumdurmu? Buna görə də bugün diaqnostikadan da danışmaq istərdik. Ancaq diaqnostikadan öncə bir şey daha vurğulamaq istirdik. Amma burada qeyd eləmək istəyirəm ki, burada da yük bizim üstümüzə, bizim timsalımızda bütün başqa həkimlərin üstünə düşür ki, bu inci çizgidən yanılmamaq, bu həqiqətən də çox çətin bir qərardır. Kimisə diaqnozu qoymaq və diaqnozdan sonra bunun müalicəsini və yaxud da diaqnozu qoymamaq. Bu həyatı boyu bu diaqnozu sən bir dəfə qoyursansa, insan bu diaqnozu həyatı boyu daşımaq zorundadır və həyatı boyu bundan təsirləri olacaq sənin qoyduğun diaqnozun. Buna görə də heç də asan deyil məncə diaqnozu qoymaq. Bir də biz daha sonra müzakirə elədik, beyindəki müəyyən neyrotransmitter adlanan məlumat daşıyıcı molekulların disbalansı var, balansının pozulması durumu var. Nə demək istəyərdim bu barədə? Eynən dopamin və noradrenalindən gedir söhbət. Hansı ki, indiki mövcud olan bütün dərmanların da müalicə prinsipi, sadəcə bunlar haqqında onsuz da müalicədə danışacağıq. Prinsip ondan ibarətdir ki, dopamin və noradrenalini qanda miqdarını artırsınlar. Qanda dediyimiz bu neyrotransmitterlər neyronlarda miqdarı artsın. O zaman diaqnostikaya keçməmişdən öncə üçüncü əsas simptomu impulsivlik dünən dedik. Bunu biraz daha açmaq istərdim. İmpulsivlik o deməkdir ki, yəni tutaq belə bir misal verim. Bu şəxslər istər uşaq olsun, istər böyük olsun, qərar almaqda çətinliklər çəkirlər. Yəni məsələn bir qərarı verməmişdən öncə çox da düşünmürlər, çox da dərinə getmirlər. Direkt olaraq ani bir gələn, belə deyək, qıcıq hissi ilə qərar verirlər və bu verdikləri qərarın bəzən heç nəticələrini, yaxud da sonra nə olacağını belə hesablamırlar. Bu nöqteyi nəzərdən impuls artışı olur və digər tərəfdən bu sadaladığımız 3 simptom, hansı ki hiperaktivlik, impulsun pozulması, impulsivlik, artıq dərəcədə impulsivlik və bir də diqqət əksikliyi heç də hər kəsdə eyni qədər təzahür eləmir. Bəzi şəxslər var ki, onlarda hiperaktivlik daha aktivdir, daha belə deyək, dominantdır. Bəzi şəxslərdə isə əksinə diqqət əksikliyi. Diaqnozdan danışaq biraz Nərmin. Bu diaqnoz necə qoyulur, hansı mərhələlərlə qoyulur?
Bunları biraz açıqlaya Hı -hı. bilərsən? Biraz dediyim. Məmnuniyyətlə. Ümumiyyətlə, bayaq da qeyd etdiyimiz kimi diaqnozu qoymaq həqiqətən məharət tələb eləyir. Çox incə çizgini ayırd eləmək lazımdır. Buna görə də, bu nəyə görə vacibdir? Yanlış diaqnozlar həm Firuzun qeyd elədiyi kimi ömür boyu bu adı daşımaqla nəticələnir. Digər tərəfdən də, əgər bəzi şəxslər yanlış diaqnoz qoyub, dərman müalicəsinə başlaya bilərlər və bu dərman müalicəsi xüsusilə də erkən yaşlı uşaqlarda böyümə problemləri kimi təzahürlər göstərir, Fəsadlara. fəsadlar göstərir. Ona görə diaqnostika önəmlidir və diaqnostikada ilkin meyar, ən önəmli həll edici meyar təbii ki, anamnezdir. Yəni xəstəlik tarixinin sorğulanmasıdır. Bu anamnezi həkim aparır uşaqla və yaxud da bu xəstəlikdən əziyyət çəkən böyük şəxslə. Əgər uşaqda bu problem varsa, uşağın anamnezində uşaqla yanaşı onun ailə üzvləri, əsasən o hansı ki, o şəxs ki, uşaqla çox kontaktdadır, həmin şəxsin anamnezi çox önəmlidir. Yəni onun fikirləri, müşahidələri. Digər tərəfdən də bəzi hallarda məktəbdə, məktəb müəllimlərinin yaxud da bağçada, bağça müəllimlərinin də bu anamnez prosesinə cəlb edilməsi çox önəmlidir. Çünki onlar da uşağı müşahidə edirlər gündəlik həyatda və onun necə aktiv olduğunu, belə deyək, ona uşaqda hansı proseslərin baş verdiyini, yəni öyrənmənin, yaxud da yazmanın normal olub-olmadığı, bu kimi nüanslara toxunmaq üçün bu məktəb bağça müəllimlərinin də prosesə cəlb olunması təbii ki, faydalı olar. Və digər tərəfdən də ki, diaqnostikada xüsusi diaqnostika meyarları var, suallar var və bu suallar da, belə deyək, müxtəlif standartlaşdırılmış suallardır, hansı ki, xəstəliyin müayinə olunmasında istifadə olunur və bunlar xüsusilə bu sahədə təlim görmüş mütəxəssislər tərəfindən icra olunur. Hı -hı. Eynən. Diaqnozu, amma operativ diaqnostika metodu varmı burada? Bir MRT ilə ADHS, MRT ilə hiperaktivlik diaqnozu qoyulurmu? Belə bir şeyə rast gəlməmişəm. Oxuduğum, yəni gördüyüm xəstələrdə və oxuduğum ədəbiyyatlarda MRT ilə diaqnozu yox, amma belə bir şey məntiqli ola bilər ki, təbii ki, bu həlledici deyil. Yenə dediyim kimi, həlledici olan anamnez və davranışın sorğulanmasıdır. Amma məsələn, ümumiyyətlə varmı belə bir metod dopamini yaxud da noradrenalini labor Hı -hı. müayinələrdə təyin edib və deyək ki, aha, burada belə bir problemi var. Var elə bir metod. Bu Hı -hı. metod başqa xəstəlik, başqa psixiatrik xəstəliklərin də müalicəsində, diaqnostikasında yoxlayıblar, amma böyük bir rol oynamır. Hı -hı. Çünki bu anlıq bu hematoensefalopatik baryerin içində gedir bunlar və biz onu yoxlaya bilirik hematoensefalopatik baryerin çölündə. Hı Və bunu -hı. sən indi açıqlayarsan, nə deməkdir? Yəni bunu biz yoxladığımızda dopamin miqdarı sadəcə qanda yoxlaya bilirik Hı -hı. və bu dəyişə bilər. Bu içəridə ki bizə göstərmir. Yəni içəridə nə var Hı bunu -hı. göstərmir. Bəlkə biraz diaqnozumuzun təsdiqində bizə kömək eləyə bilər, amma o qədər də həlledici deyil, belə Hı. başa düşdüm ki, əsas yenə də dediyim nöqtələrdir. Və bir də burada çox önəmli bir şey var ki, Üzr aha, istəyirəm. Hematoensefalopatik baryeri aha, bir dənə izah elə. hematoensefalik baryer beyindəki qanla beyin toxuması arasındakı baryerdir ki, hansı ki, qandan müəyyən maddələrin beyinə ötürülməsinə ya icazə verir, yaxud da qarşısını alan bir, adından da göründüyü kimi, baryer məhdudiyyətdir. Aha, bir də müalicəyə keçməmişdən öncə bunu vurğulamaq istərdim ki, təbii ki, diaqnostikada öncəsində də o durumlar, belə deyək, istisna olunmalıdır ki, ya da xaric edilməli, çıxdaş edilməlidir ki, hansı durumlar ki, bu hiperaktivliyə, nəysə, qonşularımızda da deyəsən hiperaktivlik var. Aha, o xəstəliklər xaric olunmalıdır ki, hansı ki, bu xəstəliklər də başqa səbəblərdən hiperaktivliyə və yaxud da diqqət əksikliyinə səbəb ola bilər. Məsələn, vitamin əksiklikləri, yaxud da qida maddəsi əksiklikləri, bunlar da nəzərə alınmalıdır. Hı. İndi isə istəyirsənsə terapiyaya keçək. Eynən. Müalicəsindən biraz danışaq sonda. İstəmirəm çox uzadım, amma müalicədən sadəcə olaraq demək istəyirəm burada önəmlidir. Dərman müalicəsi təbii ki var. Dərman müalicəsindən daha öncə isə psixoterapiya aparılmalıdır. Bu diaqnoz, necə ki diaqnoz psixoterapevt və nevroloq tərəfindən qoyulmalıdır. Eyni zamanda da müalicədə
ixtisaslaşmış psixoterapevt və ixtisaslaşmış nevropatoloq tərəfindən edilməlidir. Bir uroloq ya da androloqun müalicəni eləməyi heç də tövsiyə olunmur. Elə hallar olur. Bəlkə də hər şey ola bilər. Psixoterapi müayinələri olmalıdır. Xəstə həftəlik seanslara qatılmalıdır. Eyni zamanda müalicələrdən başqa dərman müalicəsi var, hansı ki, indi hal-hazırda 3 dərman maddəsi var ki, sıx istifadə olunur. 3 dərman üçün də böyük sadəcə məqsəd dopamin və noradrenalin miqdarını artırmaqdan ibarətdir. Bunlardan birinci dərman 1955-ci ildə hətta Amerikada kəşf olunmuş Novartis şirkəti tərəfindən kəşf olunmuş. İndiki adı Novartisdir. O vaxtki adı başqa idi. Bu şirkət tərəfindən ilk dəfə metilfenidat, Ritalin adı altında metilfenidat təklif olunub və bu prinsipi dopamin və noradrenalini geri sorulmasını əngəlləməkdir və beləliklə də dediyim kimi dopamin və noradrenalin miqdarı artır bədəndə və bu zaman xəstəyə çox müsbət təsir göstərir bu müalicə. Yaxşı tərəfi odur ki, dərman çox sıx istifadə olunur, ən sıx istifadə olunan dərmandır. 1-2 saat təsir müddəti var dərmanın. Gündəlik dozalanması təbii ki, bu insana özəl üçün bir həkim nəzarəti altında aparılmalıdır. Qeyd etmək istərdim ki, sözünü kəsirəm. Həkim nəzarəti və reseptsiz qəti şəkildə bu dərmanların istifadəsi tövsiyə olunmur. Eynən bu dərman narkotrop və narkotik dərman maddələrinə haqqında qanunla qorunur. Yəni adi bir reseptlə bu dərmanı almaq mümkün deyil. Bu dərmanı yazmaq üçün də psixiatr və yaxud da nevropatoloq olmaq vacibdir. Başqa bir normal reseptdə bu dərmanı almaq mümkün deyil. 2002-ci ildə və 2005-ci ildə Almaniyada artıq, 2002-ci ildə isə Amerikada kəşf olunmuş atomoksitin, Stratera adlanılan dərmandan istifadə olunur. Bu dərman isə antidepresandır. Selektiv noradrenalin geri sorulmasını blok edən dərmandır. Yəni antidepresanlara aiddir. Amma antidepressiv kimi istifadə olunmur. Bu dərman sırf diqqət əksiliyinin müalicəsində istifadə olunur. Bu dərmanlar mütləq olaraq daimi içilməlidir, gündəlik içilməlidir və eyni zamanda da səhər və günorta şəklində. Əksərən biz yazırıq xəstələrə bunu səhər və günorta. Çünki axşam çağı bu yuxu pozğunluqlarına gətirib çıxara bilir və dərmanın təsir müddəti də yarım saatdan çox deyil. Yarım saat, 1 saata qədərdir bu dərmanın fərqi. Və sonda 2013-cü ildən artıq D-amfetamin, Elvanze var. Elvanze dediyimiz dərman hansı ki D-amfetamindir və bu dərman orqanizmdə amfetaminə çevrilir və dopamin və noradrenalini bədəndə artırır. Yaranmasına kömək eləyir. Eyni zamanda da bu dərman da psixotrop və narkotik dərman maddələri siyahısına girir və bunun üçün də xüsusi resept lazımdır yazılması üçün. Və bu dərmanda düşünürəm ki, yəni bu öncə saydığım dərmanlardan çox təsirlidir, amma ilk öncə daha öncə tövsiyə olunur ki, həkim olaraq Strateradan başlanılsın, pillə-pillə Elvanzeyə gəlib çıxılsın. Elvanze haqqında mən deyərdim ki, Elvanze Almaniyada çox istifadə olunur həqiqətən, amma bunun normal amfetaminə nisbətən asılılıq yaratması daha azdır, çünki 13 saat davam edir parçalanma və bu o deməkdir ki, mən əgər səhər bir dəfə bu dərmanı içirəmsə, bütün gün boyu məni diqqət əksiliyimi və hiperaktivliyimi qarşısına ala bilir. Zərərli, əlbəttə bütün dərmanlar birinci növbədə 6 yaşından üzəri uşaqlara verilir. Mənim isə tövsiyə elədiyim bu dərmanlara qədər ola bilər. Bu mənim şəxsi təcrübəmdir. Amma gündəlik rutinli olmalı. Mənim tövsiyəm olar ki, gündəlik rutin olmalıdır. İnsan hər gün səhər durub eyni şeyləri eləməlidir. Ən azı həftənin 5-6 günü. Və Disiplin və struktur deyirsən. Disiplin və struktur eynən mütləq olmalıdır. Disiplin və struktur olduqda bu xəstəliyi artıq sən idarə edirsən və idmanla məşğul olmaq. İdmanla məşğul olmaq
təbii ki, dopaminin deməli Hı. ifrazını artırır, noradrenalini artırır və bu dopaminin artması da bu xəstəliyin simptomlarını azalda bilir. Mütləq idmanla məşğul olun və bir rutininiz olsun. Əlavə eləmək istəyirsənsə, Təbii buyur. ki, bir şey də əlavə etmək istəyirəm ki, valideynlərin əgər uşağın əziyyət çəkən şəxs uşaqdırsa, valideynlərin maarifləndirilməsi, valideynlərin də bu prosesə cəlb olunması və bu xəstəliklə, övladları ilə necə yola getməli olduğu haqqında bilgilər əldə etməsi də çox yararlı olar deyə düşünürəm. Eynən. Mhm. Sağ olun, sağlıqlı qalın. Gələn mövzuya qədər. Ümid edirik ki, bu dəfəki bilgilər sizə kömək oldu. Əgər ekstra suallar yaranarsa, məmnuniyyətlə oxumağa hazırıq və cavablandırmağa da həmçinin. Hələlik. Hələlik.